Elvin, ürəkdən təbrik edirik sizi, komandanızı, ümumi hisslərinizi öyrənək. Çox sağ olun təbriklərə görə. Mən də sizi təbrik edirəm. Bütün Azərbaycan xalqını, Qarabağ azərkeşlərini, hamını təbrik edirəm. Doğrudan da unudulmaz bir gecədir, unudulmaz bir oyundur. Bura gəlib bizə dəstək olan azərkeşlərə ilk növbədə təşəkkürlərimi bildirirəm ki, bizə həqiqətən dayanmadan dəstək oldular bu soyuqlu, qışlı havada. Onların da əziyyəti böyüdür. Bunlar o qələbəyə layiq idi. Ümumiyyətlə, Azərbaycan xalqı bu qələbəyə layiq idi. Şükürlər olsun Allaha ki, hər şey bizim üçün yaxşı alındı. Bilirsiniz ki, oyunda ikinci qol buraxanda orada qırılma anı da ola bilərdi oyunun. Amma şükürlər olsun Allaha, komanda təslim olmadı. Yenə də deyirəm, bayaq bildirdiyim kimi, oyun gedə-gedə içimdə bir his var idi ki, biz bu oyunu geri dönə bilərik. Bir ümid var idi. Şükürlər olsun Allaha ki, biz bunu bacardıq. Həqiqətən də yaddaşlardan çıxmayacaq bir oyundur bu. Mənim yaddaşımdan çıxmayacaq, həmişə xatırlayacağam. Çünki bildiyiniz kimi, böyük ölçüdə playoff mərhələsini vəsqə qazanmışıq. Bu qədər. Təbrik edirəm. Elvin, düzdür, artıq sıradanlaşdırmışsınız. Sanki hər kəs öyrəşib, amma bugün Bundesliga təmsilçisinə qarşı qələbə qazandınız. Oyundan öncə o motivasiyanı necə qazanmışdınız? Yəni, hazırlaşırdıq bu oyunlara qarşı. Ümumiyyətlə, belə oyunlarımız çox olur. Yəni, bundan da böyük komandalara qarşı oynamışıq. Bugünkü komanda da çox böyük komandaydı. Həqiqətən də yaxşı oyunçuları var idi. Yəni, özümüzə toparlamışdıq, bu oyuna motivasiya olmuşduq. Həddindən artıq yaxşı idi, əhval-ruhiyyə, hər şey qaydasındaydı. Hər şey də bizim üçün xeyirli oldu. Almaniya futbolu üzərində ilk qələbəmizdir. Onu da xüsusən qeyd etmək lazımdır. Bəli, olub, keçən il çox Bayernlə olmuşdu deyəsən. Alınmadı, amma bu illəri şükürlər olsun ki, düzdür, orada da qələbəyə bəlkə də layiq idi. Amma şükürlər olsun ki, bu illəri o qələbəni qazandıq. Bütün Azərbaycan xalqını yenə də təbrik edirəm. Futbol yoldaşlarımı, komanda yoldaşlarımı, hər kəsi təbrik edirəm. Onlar buna layiqdirlər. Man of the Match mükafatını bir dəfə sən qazanmışdın. Bugün isə Camille Duran qazandı. Liverpoolda yenidən səndən gözləməyə dəyər. İnşallah əlimdən gələn gələcəm ki, bir də o mükafatı təzən qazanım. Sağ olun. Çox təşəkkürlər. Təşəkkürlər, sağ olun.